Qasimin son anları idi bu anlar. Gecə idi, Kərbəla çadırında hüzn hökm sürürdü bu vaxtlarda. Bütün Kərbəla ağlayırdı bu hala. Amma bir uşaq, gənc bir oğlan səssizlə dua edirdi. O kim idi? O Həzrəti Qasim idi. İmam Həsənin əmanəti idi o. Qasimin sualına baxın. Əmi, şəhidlik mənə də qismət olacağımı görəsən. Mən də bu qaranlıq çöldə adım haqq yolunda yazılanlardan olacağımı? Sənə qurban olum, əmi, mənim də canım İslam yolunda fəda olsunmu? İmam Hüseynin cavabına baxın. İmam Hüseynin, Həzrət Hüseynin Qasım'a olan cavabı, Qasımsən, Həsənin yadigarı. Mən səni necə döyüşə göndərim axı? Sənin ayaqlarının tozu belə qoruyardım. Sənin ayaqlarının tozunu belə qoruyardım. Amma sən də haqq yolunun əskərisən bizim üçün. Gəl qucaqlaşaq, ey gözlərim. Gözlərim doyunca baxsın sənə. İndi gəlin Qasimin çıxışına baxaq. Döyüşə olan çıxışına baxaq. Əgər haqq yolunda şəhid olmaqsa sonu, gözlərim gülsün, qəlbim rahat olsun. Ey Hüseyn, ey canımın sahibi, sənin yolunda özmək əbədi həyatdır mənim üçün. Şəhadət anıdır. Dayı, əmi can, mənə çat, mən tək qaldım bu yolda. Bu anda, bu halda mən tək qaldım indi. Qolum qırıldı, qılınclar üstümün üzərindədir qılınclar. Amma qürurluyam nəyə görə? Ona görə ki, Hüseyn yolunda şəhidəm mən. İndi gəlin Hüseynin fəryadına baxaq. Qasim, Qasim, qəlbimin parçası, Həsənin yadigarı. Nə tez getdin sən? Gözüm doyunca baxa-baxa sənə baxa bilmədi. Qoy sənə ağlasın indi bu Kərbəla. Qasimin qanı yerdə qalmadı, bunu bilin. O 13 yaşında şəhid oldu Həzrəti Qasim. Amma adı əbədiyyətdə yaşadı. Bir ömür boyu yaşadı əbədiyyətdə.